Salam dostlar. Bugün çox maraqlı, amma bir o qədər də diqqətdən kənarda qalan bir mövzuya toxunacağıq. IP ünvanları. Bəli, bu hər gün istifadə etdiyimiz internetin arxasında dayanan, amma çox vaxt heç fərqinə belə varmadığımız görünməz bir mühərrikdir. Heç fikirləşmisinizmi? Necə olur ki, göndərdiyiniz bir mesaj və ya baxdığınız bir video internetin o sonsuz dərinliyində milyardlarla cihazın arasında azıb qalmır, düz gəlib sizi tapır. Bütün bu sehrin arxasında dayanan şey əslində IP ünvanıdır. Bunu ən sadə dillə izah etsək, bu sizin cihazınızın rəqəmsal dünyadakı ev ünvanıdır. İnternetə qoşulan hər bir kompüterin, telefonun, hətta ağıllı saatınızın belə özünə məxsus bir ünvanı var. Yaxşı, gəlin biraz daha dərindən baxaq, görək bu ünvanlar sistemi necə işləyir və zamanla necə dəyişib. Bu fikir əslində heç də yeni deyil. Hər şey 70-ci illərdə, internetin hələ körpəli dövründə başladı. Amma internet böyüdükcə, partlayış etdikcə bu ünvan sistemi də köklü şəkildə dəyişmək məcburiyyətində qaldı. Təsəvvür edin ki, internetin ilk vaxtlarında bir ünvan dəftəri var idi. Adı da IPv4 idi. Bu dəftərdə təxminən 4,3 milyard sətir, yəni ünvan var idi. 1981-ci ildə bu rəqəm astronomik görünürdü, elə deyilmi? Hamı düşünürdü ki, bu heç vaxt, amma heç vaxt tükənməz. Amma bir anlıq dayanıb düşünək, bugün milyardlarla insan, hər birimizin cibində telefon, qolumuzda ağıllı saat, evimizdə kompüter, hətta ağıllı soyuducular var. Sizcə, 4,3 milyard ünvan hələ də bəs edər? Cavab, əlbəttə ki, yox. Çoxdan o limitə çatmışıq və bu problem bizi tamamilə yeni nəhəng bir ünvan dəftəri yaratmağa məcbur etdi. Adı da IPv6. Və bu yeni dəftərin ölçüsü həqiqətən də ağla sığmazdı. Söhbət 340 seksilyon ünvandan gedir. Bu o qədər böyük rəqəmdir ki, təsəvvür etmək çətindir. Belə deyim, yer kürəsindəki hər qum dənəsinə bir neçə IP ünvanı verə bilərik. Bəli, hər bir qum dənəsinə. İndiki ünvanların sayından danışdıq, gəlin onların fərqli növlərinə baxaq. Bu, bizim poçt ünvanı bənzətməmizi daha da aydınlaşdıracaq. Deməli, iki əsas növ var, statik və dinamik. Statik IP-ni bir şirkətin heç vaxt dəyişməyən ofis ünvanı kimi düşünün, daimi də. Amma bizim evlərdə istifadə etdiyimiz isə adətən dinamikdir. Bu, sanki hər dəfə internetə qoşulanda sizə müvəqqəti verilən bir otel otağının nömrəsi kimidir. Bundan başqa qlobal və lokal IP-lər var. Bu da çox sadədir. Qlobal IP sizin yaşadığınız binanın küçə ünvanıdır. Bütün şəhər, bütün dünya o ünvanı bilir. Lokal IP isə sizin mənzilinizin nömrəsidir. Bu nömrə ancaq o binanın daxilində məna kəsb edir və routerınız bu daxili trafiki idarə edir. Bəli, deməli bu bizim rəqəmsal ünvanımızdır. Və əgər bu bir ünvandırsa, deməli onu qorumaq barədə də düşünməliyik, elə deyilmi? Çünki real həyatdakı ünvanımız kimi, IP ünvanımız da bizim haqqımızda bəzi məlumatları açıqlaya bilər. Məsələn, təxmini olaraq hansı şəhərdə yaşadığımızı, hansı internet provayderindən istifadə etdiyimizi göstərə bilər. Yaxşı ki, məxfiliyi qorumaq üçün yollar var. Məsələn, VPN-lər. VPN istifadə etmək sanki məktublarınızı başqa bir ünvandan göndərmək kimidir. İnternet trafikiniz başqa bir server üzərindən yönləndirilir və beləcə sizin əsl rəqəmsal evinizin ünvanı gizli qalır. Bütün bunlar bizi çox vacib bir suala gətirir. IP ünvanlarını anlamaq gələcəyimiz üçün niyə bu qədər önəmlidir? Cavab bir ifadədə gizlidir. Əşyaların interneti. Ağıllı evlərimiz, bir-birinə qoşulan avtomobillərimiz, hətta ağıllı lampalar, soyuducular. Bütün bu milyardlarla yeni cihazın hər birinin internetə çıxmaq üçün özünə məxsus bir ünvana ehtiyacı var. Və yadınızdadırsa, bayaq danışdığımız o nəhəng, tükənməz ünvan dəftəri, yəni IPv6, məhz bu bir-birinə bağlı gələcəyi mümkün edən təməldir. O olmasa, bu qədər cihazı internetə qoşmaq qeyri-mümkün olardı. Yekun olaraq, IP ünvanı sadəcə bir sıra rəqəmlər deyil. O, həqiqətən də hər bir cihazımızın dünyaya açılan pəncərəsidir. Və hər şeyin bir-birinə bağlı olduğu bir gələcəyə doğru getdikcə, bu pəncərələri necə qoruyacağımız bizim rəqəmsal təhlükəsizliyimizi müəyyən edəcək. Bu da bizi son bir suala gətirir. Bu qədər bağlı bir dünyada rahatlıq üçün məxfiliyin hansı səviyyəsindən imtina etməyə hazırıq?